45'də 26 kəsin sonsuz dövrü onlu kəsir şəklində göstərin. 45'də 26. Kənarda 26-nı əlbəttə 45'ə bölərək biz dövrü ala bilərik. Digər tərəfdən 2'yə vursaq 90'da 52 alarıq. Və burada da 0 tam dövrə qədər bir dənə rəqəmimiz olmalıdır. Dövrdə də bir rəqəmimiz olmalıdır. 0 və 9'un sayına əsasən. Və qarşıda gələn ədədimiz əgər dövrə qədərki rəqəmimiz 5 olsaydı, biz bilirik ki, biz dövrə qədərki rəqəmi çıxıb sonra yazırıq onu. Deməli, sanki nədənsə 5'i çıxıb 52 alıblar. Bu da 57'dir. Yəni 5 dövrdə də 7 alınır. Digər tərəfdən biz 90'da 52'ni bir tam ixtisar gedə biləcək 2 dənə kəsir şəklində göstərsək, 90'da 45 üstə gəlinsin, 90'da 7 kimi də yaza bilərik. Və 90'da 45 tam ixtisar gedir, 2'də 1 qalır, üstə gəlinsin. 90'da 7 isə əlbəttə ki, dövrdə 7 dövrə qədər bir rəqəmimiz olmalıdır, sonra 7 dövr etməlidir. Bərabərdə alınar 0,5 üstə gəlinsin, 0,0 dövrdə 7 və bu da 0,5 dövrdə 7 verər bizə. Əlbəttə ki, sadəcə 52'ni 90'a da bölərək bunu həll etmək, yəni 26'ını 45'ə bölərək həll edə bilərsiniz. Burada 52'nin içərisində 90 yoxdur, 0 atıram, 0 vergül yazıram, 520'nin içərisində 5 dəfədir, 450, çıxdıqda 70 qalır, 70'in içində 90 yoxdur, vergülümüz var deyə bura bir 0 ata bilərik. 700'ün də içində 7 dəfədir, 630 eləyir, çıxanda yenə 70 qalır və buradan görürük ki, yenə də 7 dövr eləyir. 0,5 dövrdə 7.